Salam aleyküm əziz izləyicilər. Deməli bugün ayın 9-u Transfermarket saytına istinadən Qarabağın oyuncularının sezonun sonu qiymətləri yenilənib. Görürsünüz, Şəhrüddin Məhəmmədəliyev enişdədir. Tural Bayramov, Elvin Cəfərquliyev 1 milyon avrodan yuxarı qiymətləndirilir Transfermarket saytına görə. Ən yüksək artımı isə Leandro Andrade'də olub. Leandro'nun hal-hazırda Transfermarket saytına görə qiyməti 2,5 milyon qiymətləndirilir. Musa Qurbanlı da irəliləyiş eləyir. Nəriman Axundzadə 2 milyon qiymət qoyulur. Mateus Silva 900 milyona qalxır. 900 min. Kadinin qiyməti dəyişməyib, qayda olduğu kimi qalıb. Baxanda yəni sadəcə Mateus Kohalskinin qiyməti də stabil durur. Artım, azalma belə bir şey yoxdur. Bəhlul isə məncə Bəhlul karyerası boyunca aldığı ən yüksək Transfermarketə görə qiymət budur, 800 min.